Hoş gördük değerli izleyiciler. Bugün başka bir aktual mövzu hakkında danışacağıq. Müasir dövrün texnologiyası ve həmin texnologiyanın səbəb olduğu e, anlayışlar və həmin anlayışlardakı mahiyyət dəyişikliyi. Ümumiyyətlə, müasir dövrün texnologiyası inkişaf elədikcə özü ilə bərabər yeni anlayışlar da gətirir və mövcud anlayışların mahiyyətini yeniləyir. Təbii olaraq hüquq terminologiyası da bu prosesdən kənarda qalmır. Məsələn, hər gün internetdən istifadə edirik, kompüterlərdən, smartfonlardan istifadə edirik, sosial şəbəkələrdə mesajlaşırıq, yaxud da ki, onlayn videolar izləyirik, müxtəlif tətbiqlərlə işlərimizi həll edirik. Belə bir sual meydana gəlir təbii olaraq. Məsələn, bu rəqəmsal dünyanın qaydaları hardan irəli gəlir? Məsələn, nəyə görə YouTube videolarının bəziləri deyək ki, müəyyən ölkələrdə açılmır və xəbərdarlıq olunur ki, bu sizin ölkənizdə mövcud deyil. Və yaxud da ki, məsələn, bəzən xəbər oxuyuruq ki, filan ölkə xarici bir mobil tətbiqi qadağan edibdir və ya əksinə, məsələn, bəzi ölkələr israr edirlər ki, özümüzün texnologiyamız olmalıdır, yəni xaricdən texnoloji asıllığımız olmamalıdır. Bu suallar əslində bir-biri ilə bağlı olan bir neçə vacib anlayışla əlaqədar olan suallardır. Bunlar, bu anlayışlar yurisdiksiyadır, texnomilliyyətçilikdir, kibersuverenlikdir və süni intellekt anlayışlarıdır. Bu terminlər ilk baxışda çox texniki və uzaq görünə bilər, amma əslində hamımızın gündəlik həyatına təsir edən anlayışlardır. Bugünkü videoda çalışacağım ki, bu anlayışları izah edim və real həyatdan nümunələr verim. Mövzumuz əsasən universitet tələbələri və texnologiyaya maraqlı olan geniş kütlə üçün nəzərdə tutulubdur. Yəni, belə deyək, çətin terminləri sadələşdirib elə izah etməyə çalışacağım ki, hər kəs üçün anlaşılan olsun. Bir yandan da mövzunun Azərbaycan üçün nə qədər aktual olduğuna nəzər yetirəcək. Dünyada bu sahədə nə baş verir və Azərbaycan təcrübəsi nədən ibarətdir? Yəni, bu məsələlərə də toxunacağıq. Beləliklə, gəlin əvvəlcə yurisdiksiya, texnomilliyyətçilik, kibersuverenlik və süni intellekt kimi anlayışların nə olduğuna bir qısa nəzər yetirək. Sonra dünyanın bu mövzuda hansı istiqamətdə irəlilədiyinə, Azərbaycanda nələrin edildiyinə və sonda da bu anlayışların bir-birinə necə təsir etdiyinə, hansı risklər və imkanlar yaratdığına toxunacağıq. Yurisdiksiya nədir? Yurisdiksiya dedikdə, belə deyək, yəni sadə dildə desək, hansı məsələnin hansı dövlətin qanunlarına tabe olduğu nəzərdə tutulur. Yəni, bir ölkənin hüquqi səlahiyyət dairəsi, çərçivəsi harada bitdiyi və digərinin səlahiyyətlərinin harada başladığı məsələsi bu anlayış ilə ehtiva olunur. Məsələn, əgər internetdə hansısa hüquq pozuntusu olarsa, yəni bu işi hansı ölkənin məhkəməsi araşdırmalıdır, yəni hansı ölkənin qanunlarına tabe olmalıdır, yəni bu pozuntu. Belə bir sual meydana gəlir. Ümumiyyətlə, yurisdiksiya sözünün kökü latınca juris, yəni hüquq və diktio, belə deyək, yəni diktə etmək, yaxud da ki, demək ifadələrinin birləşməsidir. Bu sözlərdən irəli gəlir və mahiyyəti hüquqi hakimiyyət deməkdir. Çox vaxt yurisdiksiya ölkənin coğrafi ərazisi ilə məhdudlaşır. Yəni, hər hansısa bir dövlət öz sərhədləri daxilində öz qanunlarını tətbiq edir. Məsələn, ABŞ-da qəbul olunan hər hansısa bir qanun birbaşa Azərbaycanda keçərli deyil. Eyni şəkildə də Azərbaycanın qanunları da başqa ölkələrdə avtomatik şəkildə tətbiq olunmur. Lakin internet qlobal olduğu üçün bir şirkət bir ölkədə yerləşib, başqa bir ölkədə
əgər xidmət göstərirsə, belə olduğu təqdirdə yurisdiksiya məsələləri də artıq bir qədər qarışır. Bu bəzən şirkətlərlə dövlətlər arasındakı anlaşılmazlığa səbəb olur. Məsələn, YouTube platforması müəyyən ölkələrdə bəzi əgər videoları göstərmirsə, bunun səbəbi həmin videonun həmin ölkənin qanunlarını pozması ilə əlaqədardır. Yaxud da ki, yayımlanmasına hüququn belə deyək də hüquqi məhdudiyyət qoyulması ilə əlaqədardır. Yəni burada məzmunun hansı yurisdiksiyaya aid olması belə deyək də, yəni problemi ortada olur. Texnomilliyyətçilik anlayışına gəldikdə, texnomilliyyətçilik, yəni bu termin belə deyək, texnologiya ilə milliyyətçilik sözlərinin birləşməsidir. Mahiyyəti də odur ki, texnologiya milli strategiya kimi yanaşılmalıdır. Yəni texnoloji inkişaf milli maraqlar kontekstində olmalıdır. Başqa sözlə desək, bir ölkə əgər deyirsə ki, məsələn, biz özümüzün super kompüterlərini hazırlamalıyıq, xarici ölkələrdən asılı olmamalıyıq. Çünki bu milli təhlükəsizlik məsələsidir. Yəni artıq burada söhbət texnomilliyyətçilikdən gedir. Əgər tarixdən misal göstərsək, 20-ci əsrdə ABŞ-dır, məsələn, Yaponiya kimi ölkələr, bunlar kritik texnologiyaların belə deyək, məsələn, yarım keçiricilərdir, kosmik təhqiqatlardır. Məsələn, bu kimi texnologiyaların öz ölkələrində inkişaf etməsinə xüsusi diqqət ayırırdılar. Yəni xarici rəqiblərin onları qabaqlamaması üçün səylər göstərirdilər. Bir akademik mənbədə göstərilir ki, texnomilliyyətçilik dövlətin texnoloji innovasiyalarının birbaşa milli təhlükəsizlik, iqtisadi rifah və sosial sabitliklə əlaqələndirilməsidir. Yəni bu ideologiyaya görə bir millətin gücü onun texnologiyanı nə dərəcədə müstəqil şəkildə inkişaf etdirməsindən asılıdır. Kiber suverenlik anlayışına gəldikdə isə bu dövlətin belə deyək, texnologiya üzərində nəzarəti ilə bağlı olan bir anlayışdır. Ancaq bir qədər yəni fərqli aspektdədir. Yəni suverenlik bildiyimiz kimi dövlətin öz ərazisində belə deyək, tam müstəqil hakimiyyətini həyata keçirməsi kimi başa düşülür. Amma kiber suverenlik dedikdə bu dövlətin internet məkanında da öz müstəqil hakimiyyətini həyata keçirməsi kimi başa düşülür. Yəni hökumətlər, dövlətlər istəyirlər ki, onların ölkə sərhədləri daxilində də belə deyək də internet sərhəddi də olsun. Yəni qanunlar hansı məlumatların girib çıxa biləcəyini müəyyən edə bilsinlər. Bəzən kiber suverenlik dövlətin kiber məkanda qaydalar yaradıb tətbiq etmə qabiliyyəti kimi başa düşülür. Yəni necə ki, dövlət fiziki sərhədləri daxilində tam səlahiyyət sahibidirsə, eyni şəkildə də rəqəmsal sərhədlərə də belə deyək də malik olmaq istəyir. Bunun praktiki nümunələri də vardır. Məsələn, Çin uzun illərdir ki, böyük Çin səddi firewall sistemi ilə qlobal internetin çox hissəsinə məhdudiyyət qoyubdur. Və bunun əvəzində də özünün lokal internet xidmətlərini inkişaf elətdirir. Məsələn, WeChat-dır, Weibo-dur. Bunlar sırf Çinə aid olan lokal internet xidmətləridir. Eyni praktika Rusiyada da vardır. Rusiyada suveren internet qanunu qəbul olunubdur və əgər lazım olarsa qlobal şəbəkədən ayrılıb tək ölkə daxilində fəaliyyət göstərə bilən internet infrastrukturu qurmaq üçün belə deyək də addımlar atırlar. Demokratik ölkələrdə isə kiber suverenlik daha çox vətəndaşların məlumatlarının qorunması sahəsində özünü göstərir. Məsələn, Avropada sərt məlumat gizliliyi qanunları mövcuddur. Ancaq ümumilikdə bunun tərəfdarları kiber suverenliyi milli təhlükəsizlik üçün vacib sayılır. Tənqid edilənlər isə əksinə olaraq, yəni bunun internet azadlığını məhdudlaşdırdığını qeyd edirlər.
Və nəhayət süni intellekt anlayışına gəldikdə, süni intellekt bu, yəni kompüterlərin və digər ağıllı sistemlərin insan zəkasını təqlid etməsi mənasına gəlir. Yəni maşınlar sanki insan kimi öyrənə bilirlər, məntiqi qərarlar verirlər. Məsələn, bizim belə də smartfondakı əgər səsli köməkçilər, deyək ki, Siri'dir, Google Assistantdır. Məsələn, bunlar bizim dediklərimizi əgər anlayıb cavab verə bilirlərsə, bu artıq süni intellekt sayəsindədir. Və ya hər hansı platformalarda, deyək ki, YouTube-da, Netflix-də, əgər bizim əvvəl baxdığımız filmlərə görə belə deyək, bizə tövsiyələr verilirsə, bu da süni intellekt alqoritmlərinin belə deyək də bunların yəni fəaliyyəti nəticəsində baş verir. Ümumiyyətlə, süni intellekt təkcə bir proqram deyil. Yəni bu müxtəlif üsul və texnologiyaların bir araya gəlməsidir. Bu sahə son illərdə inanılmaz dərəcədə inkişaf edibdir və həyatın demək olar ki, bütün sahələrinə nüfuz edibdir. Dövlət idarəçiliyindən tutmuş, iqtisadiyyata, təhsildən tutmuş, hərbiyə qədər hər yerdə süni intellekt tətbiqləri mümkündür və bunlar artıq reallığa çevrilibdir. Məhz bu səbəbdən də ölkələr süni intellekti həm böyük imkanlar və eyni zamanda da həm də müəyyən bir risk mənbəyi kimi görürlər. Bu kimi suallar üzərində hazırda bütün dünyada müzakirələr gedir. Yəni süni intellekt sadəcə texnoloji yenilik deyil, eyni zamanda həm də hüquqi, etik və sosial aspektləri olan kompleks bir sahədir. Elə buna görə də belə deyək, yəni bu videomuzun davamında süni intellektin inkişafı ilə əlaqədar belə deyək, danışdığımız yurisdiksiya, texnomilliyyətçilik və kibersuverenlik mövzularının necə kəsişdiyinə diqqət yetirəcəyik. Dünya miqyasında texnologiya ilə əlaqədar dövlətlər arasında münasibətlər son illərdə xeyli dərəcədə diqqət mərkəzindədir. Yəni bir tərəfdən qlobal inteqrasiya vardır, yəni internet və texnologiyalar sərhəd tanımadan yayılırlar, məlumatlar ölkədən ölkəyə axırlar. Digər tərəfdən isə milli maraqlar vardır. Yəni ölkələr bəzən deyirlər ki, yox, biz yəni qlobal qaydalara tam etibar etmirik. Yəni öz yolumuzu seçməliyik. Məhz bu gərginlik hər yerdə özünü göstərir. Uzun müddət internet beynəlxalq açıq bir şəbəkə kimi inkişaf edirdi. Lakin artıq bəzi ölkələr internet üzərində daha çox nəzarət tələb edirlər. Bəziləri isə əksinə onun açıq qalmasını müdafiə edirlər. Bu bir növ qlobalizm ilə texnomilliyyətçilik arasında gedən mübarizəyə bənzəyir. Məsələn, Dünya İqtisadi Forumu ekspertləri qeyd edirlər ki, illərdir artan qlobal koordinasiyaya qarşı son dövrdə əks hərəkət olaraq texnomilliyyətçilik ortaya çıxıbdır. Lakin buna baxmayaraq çoxları hesab edirlər ki, tam lokal qapanma da mümkün deyil. Çünki texnologiyalar artıq bütün dünyaya yayılıbdır və qlobal əməkdaşlıq belə deyək, yəni qaçılmazdır. Bir çox ölkə texnologiya sahəsində milli təhlükəsizlik üçün sərt addımlar atırlar. Məsələn, ABŞ Çin istehsalı olan bəzi telekommunikasiya avadanlıqlarının qurulmasını qadağan edibdir. Yaxud da ki, Hindistanda 2020-ci ildə TikTok belə deyək də platforması və əlavə olaraq yəni onlarla xarici yəni belə deyək mobil tətbiqlər qadağan olunubdur. Çində də məsələn Facebookdur, YouTube kimi qlobal platformalar artıq illərdir yəni Çində bunlara icazə verilmir. Bu addımlar həm texnomilliyyətçilik, həm də kibersuverenlik meyillərinin bariz göstəriciləridir. Dünyada internetin nə dərəcədə azad olduğu ölkədən ölkəyə dəyişir. Məsələn, İran, Şimali Koreya, Səudiyyə Ərəbistanı kimi dövlətlər interneti öz ideoloji və siyasi tələblərinə uyğun çərçivəyə salıblar. Avtoritar rejimlərdə kibersuverenlik çox zaman informasiya
axınının nəzarətdə saxlanması üçün istifadə olunur. Demokratik ölkələrdə isə bir qədər fərqli yanaşma vardır. Yəni tam senzura olmasa da qanuni çərçivədə interneti tənzimləməyə çalışırlar. Məsələn, nifrət nitqinin qadağan olunması, müəlliflik hüquqlarının qorunması və s. istiqamətlərdə. Qloballaşan internet mühitində tez-tez belə hallar olur ki, bir ölkənin vətəndaşlarının məlumatları başqa bir ölkənin serverlərində saxlanılır. Bu zaman belə bir sual meydana gəlir. Həmin məlumatları kim qoruyur? Bu məlumatlara görə kim cavabdehdir? Məsələn, Avropa İttifaqı bu sahədə sərt addım ataraq ümumi məlumatların qorunması qaydaları GDPR demək qəbul edibdir və Avropada yaşayan hər hansı bir şəxsin məlumatları dünyanın harasında olursa olsun GDPR-ın tələblərinə uyğun şəkildə qorunmalıdır. Yəni bu Avropanın öz hüquqi yurisdiksiyasını dolayısıyla ölkə xaricində də icra etməsi mənasına gəlir. Və bunun nəticəsində məsələn Facebook'da, Google kimi beynəlxalq şirkətlər Avropa istifadəçilərinə aid olan belə deyək də məlumatları həmin GDPR qaydalarına uyğunlaşdırmaq, yəni onların qorunması mexanizmlərini GDPR qaydalarına uyğunlaşdırmaq məcburiyyətində qalıbdır. Bu nümunə göstərir ki, yurisdiksiya anlayışı virtual məkanda genişlənərək qlobal şirkətləri də əhatə eləyə bilir. Belədir. Əks tərəfdən də, yəni bəzi dövlətlər də xarici şirkətləri özlərinin lokal qanunlarına əməl etməyə məcbur. Məsələn, Rusiyada qəbul olunmuş bir qanun xarici sosial media platformalarına tələb qoyur ki, Rus istifadəçilərinin məlumatlarını ölkə daxilindəki serverlərdə saxlasınlar. Yəni Rusiyadakı serverlərdə saxlasınlar və bunu etməyən şirkətlərdəki cərimə olunurlar, yaxud da ki, onlara blok tətbiq olunur. Göründüyü kimi, məlumatların harada və necə idarə olunacağı barədə hüquqi belə deyək, yəni mübarizə qlobal səviyyədə gedir. Və bu birbaşa belə deyək, yurisdiksiya və kibersuverenlik mövzularının kəsişməsidir. Süni intellekt sahəsində də ölkələr arasında həm rəqabət, eyni zamanda həm də əməkdaşlıq mövzudur. İndi ABŞ-ın Google, Microsoft, sonra OpenAI kimi şirkətləri ən qabaqcıl süni intellekt texnologiyalarını inkişaf etdirir. Çin hökuməti 2030-cu ilə qədər süni intellektdə dünya lideri olmaq hədəfini elan edibdir. Və məsələn Baidu, Alibaba, Tencent kimi nəhəng şirkətlərə böyük yatırımlar edirlər. O cümlədən Avropa İttifaqı da yəni bir qədər məsələyə fərqli yanaşır. Yəni bir tərəfdən süni intellekt araşdırmalarına milyardlar ilə avro sərmayə qoyurlar. Digər tərəfdən də süni intellektin etik və hüquqi tənzimləməsi üçün belə deyək, dünyada ilk dəfə olaraq süni intellekt aktı adlı qanunvericilik üzərində çalışırlar. Və süni intellekt sistemlərinin təhlükəsiz və şəffaf olmasının təmin olunmasını belə deyək də, yəni arzu edirlər. Ümumiyyətlə artıq onlarla ölkə milli süni intellekt strategiyalarını qəbul edibdir. Çünki hamı anlayır ki, yəni bu sahədə geri qalmaq həm iqtisadi və eyni zamanda həm də strateji baxımından zərərlidir. Bununla yanaşı süni intellekt qlobal xarakter daşıdığı üçün beynəlxalq əməkdaşlıq çağırışları da vardır. Məsələn, BMT və UNESCO səviyyəsində süni intellekt etikası ilə bağlı ümumi prinsiplər hazırlanır. Eyni zamanda böyük texnologiya şirkətlərinin rəhbərləri də bildirirlər ki, süni intellektin inkişafına da qlobal qaydalar olmalıdır. Əks halda hər ölkə əgər ayrı-ayrı tənzimləmə tətbiq edərsə, həm innovasiya ləngiyə bilər, həm də ki, risklər arta bilər. Göründüyü kimi, dünyada yurisdiksiya, texnomilliyyətçilik, kibersuverenlik və süni intellekt
məsələlərində vahid bir mövqe yoxdur. Yəni fərqli ölkələr fərqli yanaşmalar sərgiləyirlər və bunun da müxtəlif səbəbləri vardır. Yəni həm tarixi, siyasi, iqtisadi kimi demək səbəblərdən irəli gəlir. Azərbaycanda da belə deyək, dünyada gedən bu proseslər, Azərbaycan da yəni bu proseslərdən geridə qalmır və bu proseslərdən kənarda deyil və öz yəni milli maraqlarını qorumaqla yanaşı qlobal trendlərə uyğun addımlar atır. Ölkəmizdə rəqəmsal sahədə bir neçə əsas istiqamət diqqət mərkəzindədir. İlk növbədə bu yəni rəqəmsal suverenlik, digər tərəfdən texnoloji innovasiyaların milli iqtisadiyyata inteqrasiyasıdır və süni intellektin inkişafıdır. İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan internet və kiber təhlükəsizlik mövzularında beynəlxalq əməkdaşlıq edən bir dövlətdir. Yəni hələ 2010-cu ildə Azərbaycan Avropa Şurasının Budapeşt Konvensiyası adlanan kiber cinayətkarlıqla mübarizə konvensiyasını ratifikasiya edibdir. Yəni kiber məkanda cinayətlərlə mübarizə üçün beynəlxalq hüquqi çərçivələrə qoşulubdur və digər ölkələrlə əməkdaşlıq edir. Bu yurisdiksiya məsələsində vacibdir. Çünki kiber cinayətlər sərhəd tanımır və ölkəmiz beynəlxalq hüquqi mexanizmlərdən yararlanır. Yəni bu məsələdə. Eyni zamanda Azərbaycan öz rəqəmsal suverenliyini də gücləndirmək yönündə addımlar atır. Yəni buraya həm kritik informasiya infrastrukturunun qorunması və eyni zamanda həm də milli maraqların təmin olunması daxildir. Məsələn, 2020-ci ildə 44 günlük vətən müharibəsi zamanı ölkədə müvəqqəti olaraq sosial şəbəkələrə giriş məhdudlaşdırılmışdı. Bu addım dövlətin müharibə şəraitində informasiya mühitinə nəzarəti ələ almaq belə deyək, cəhdinin bir nümunəsi idi və milli təhlükəsizlik məqsədi ilə həyata keçirilmişdi. Bununla yanaşı Azərbaycan belə deyək, dezinformasiya və belə deyək, yəni dezinformasiya ilə yəni mübarizəyə çox böyük önəm verir. Çünki süni intellekt strategiyasında da qeyd olunur ki, süni intellekt texnologiyalarının yayılması fonunda ölkəmizə qarşı yalan məlumatlar, yəni dezinformasiyanın və saxta media, bu deepfake videolar kimi təhdidlərin yaranması ehtimalı vardır və bunlara qarşı hazır olmaq lazımdır. Bu istiqamətdə həm hüquqi, həm də texnoloji tədbirlər görülür. Texnoloji inkişafın milli iqtisadiyyata inteqrasiyası məsələsində də Azərbaycan uzun müddətdir ki, innovasiyaları təşviq edir. Ölkədə bir neçə yüksək texnologiyalar parkı yaradılıbdır. Startup ekosistemi formalaşdırılmağa çalışılır. Məsələn, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi startuplara dəstək verir. IT sahəsində də gənclər üçün inkubasiya və akselerasiya proqramları həyata keçirilir. Yəni bu addımların hədəfi ondan ibarətdir ki, qlobal texnoloji nailiyyətlər yalnız idxal edilməsin, yerli mütəxəssislər tərəfindən də yaradılsın. Bu müəyyən mənada texnomilliyyətçilik strategiyasıdır. Yəni texnoloji sahədə öz kadrlarımızı yetişdirməliyik, öz məhsullarımızı ortaya qoymalıyıq. Burada xüsusi olaraq vurğulamaq lazımdır ki, ölkəmiz 2025-ci ildə özünün ilk milli süni intellekt strategiyasını da təsdiqlədi. 19 mart 2025-ci ildə Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt strategiyası tətbiq olunubdur. Daha doğrusu təsdiq olunubdur. Bu sənəd ölkədə süni intellekt ekosisteminin inkişafına dair yol xəritəsidir. Strategiyada ilk növbədə ölkədə süni intellekt sahəsində mövcud vəziyyət təhlil olunubdur və daha sonra da qlobal trendlər nəzərə alınmaq ilə prioritet istiqamətlər müəyyən olunub və konkret tədbirlər planı verilibdir. Burada əsas məqsədlərdən biri Azərbaycanda süni intellekt ekosistemini formalaşdırmaq və bu ekosistemin davamlı inkişafını təmin etməkdir.
və bunun üçün bir neçə əsas xətt demək vurğulanır. İlk növbədə dövlət özəl sektor əməkdaşlığıdır. Çünki süni intellekt sahəsinin inkişaf üçün dövlət qurumları ilə özəl şirkətlərin birgə işləməsi önəmlidir. Strategiyada yəni bu əməkdaşlığın gücləndirilməsi xüsusi olaraq qeyd olunur. Yəni hökumət yalnız tənzimləyici deyil, həm də dəstək verici rol oynayacaqdır. Yəni bizneslər isə belə deyək, bu innovasiyaların tətbiqi sahəsində aktiv olacaqdılar. O cümlədən təhsil və kadr hazırlığı istiqaməti vardır ki, ölkədə süni intellekt mütəxəssisləri yetişdirmək prioritet kimi qəbul olunubdur. Artıq bəzi universitetlərdə süni intellekt üzrə ixtisaslar da açılır, dərslər keçirilir. Strategiyaya əsasən yaxın illərdə ali təhsil müəssisələrində süni intellektlə bağlı yeni proqramlar da yaradılacaqdır. Mövcud yəni IT proqramları təkmilləşdiriləcəkdir. Həmçinin akademik tədqiqatların stimullaşdırılması üçün xüsusi fondların yaradılması, xaricdə təhsil və beynəlxalq tədqiqat mərkəzləri ilə əməkdaşlıq da planlaşdırılır. Məsələn, süni intellekt üzrə ixtisaslaşdırılmış bir akademiya və yaxud da ki, elmi tədqiqat institutunun qurulması ideyası da vardır. Yəni, tədqiqatlar sistemli şəkildə aparılmalıdır. Başqa bir istiqamət startaplar və innovasiya mühitidir. Süni intellekt sahəsində fəaliyyət göstərən startapların dəstəklənməsi üçün vergi güzəştləri, qrantlar, investisiyaların təşviqi kimi addımlar nəzərdə tutulur. Bu ondan ötürüdür ki, gənc mütəxəssislər və sahibkarlar süni intellekt sahəsində öz layihələrini rahatlıqla həyata keçirə bilsinlər və yerli məhsullar ortaya çıxa bilsin. Dövlət sektorunda süni intellektin tətbiqi məsələsi də əsas belə deyək də istiqamətlərdən biridir. Belə ki, strategiyada vurğulanır ki, dövlət idarəçiliyində süni intellektdən istifadə imkanları genişdir. Elektron hökumət xidmətlərində, vətəndaş müraciətlərinin emalında, müxtəlif sahələrdə qərar vermədə süni intellekt tətbiq olunması üçün pilot layihələr həyata keçiriləcəkdir. Artıq bir sıra dövlət xidmətlərinə süni intellekt əsaslı həllər tətbiq olunmağa başlayıbdır. Məsələn, vətəndaşların suallarını cavablandıran chatbot sistemləri kimi. Və əlbəttə ki, normativ hüquqi bazanın inkişafı mühüm istiqamətlərdən biridir. Yəni, yeni texnologiyaların inkişafı hüquqi tənzimləmə də tələb edir. Azərbaycan süni intellekt sahəsində etik normaların və standartların müəyyən olunması üçün beynəlxalq təcrübəni öyrənir və strategiya çərçivəsində də qanunvericiliyin təkmilləşdirilməsi, məsələn, şəxsi məlumatların qorunması, süni intellekt sistemlərinin sertifikasiyası kimi məsələlərin gündəmə gələcəyi gözlənilir. Bununla yanaşı 2023-cü ildə qəbul olunmuş 2023-27-ci illər üzrə informasiya təhlükəsizliyi və kiber təhlükəsizlik strategiyasında da qeyd olunur ki, mümkün kiber təhdidlərin proqnozlaşdırılması üçün süni intellekt əsaslı həllər tətbiq olunmalıdır. Yəni, süni intellekt təkcə iqtisadiyyatda yox, həm də təhlükəsizlik sferasında vacib faktor kimi dəyərləndirilir. Bütövlükdə götürdüyümüz təqdirdə Azərbaycan çalışır ki, süni intellektin inkişafından maksimum fayda götürsün və eyni zamanda da riskləri azaltsın, bunları qabaqlasın. Ölkə rəhbərliyi səviyyəsində rəqəmsal inkişaf belə deyək, prioritet hesab elan olunubdur. Bu 4-cü sənaye inqilabı dövründə geri qalmamaq üçün Azərbaycan Dünya İqtisadi Forumunun təşəbbüsü ilə yaradılan 4-cü sənaye inqilabı mərkəzinin bir hissəsidir və bu mərkəz vasitəsilə qlobal müzakirələrdə iştirak edir. Bütün bu səylər göstərir ki, Azərbaycan həm texnomilliyyətçilik elementlərini nəzərə alır, yəni öz texnologiyasının potensialını gücləndirməyə çalışır. Eyni zamanda həm də qlobal trendlərə açıqdır və beynəlxalq təcrübədən faydalanmağa çalışır.
Daha əvvəl qeyd olunan anlayışlar bir-birindən ayrılmaz olan anlayışlardır və rəqəmsal dünya onların kəsişməsində formalaşır. Məsələn, kiber suverenliyə həddən artıq fokuslanmaq müxtəlif ölkələrin qanunlarının toqquşmasına, yəni yurisdiksiya problemlərinə gətirib çıxara bilir. Digər tərəfdən texnomilliyyətçilik milli innovasiyaları sürətləndirsə də, eyni zamanda beynəlxalq əməkdaşlığı da çətinləşdirir. Və süni intellekt özü də belədir. Yəni onun da qlobal təbiəti vardır. Yəni bir ölkədə hazırlanan süni intellekt sistemi bütün dünyada istifadə oluna bilər. Bununla belə hər ölkə onun üzərində öz qaydasını tətbiq etmək istəyəndə problemlər meydana gəlir. Bu baxımdan rəqəmsal sahədə uğur qazanmaq üçün bu meyllər arasında müəyyən bir balans qorumaq lazımdır. Həmin balansı tapmaq lazımdır. Vacib olan odur ki, dövlətlər, şirkətlər, o cümlədən cəmiyyətin özü bu ekosistemdə qarşılıqlı anlaşma ilə hərəkət eləsin. Qlobal texnologiyaların tamamilə parçalanmasının qarşısını almaq üçün ortaq standartlar və beynəlxalq dialoqun olması zəruridir. Eyni zamanda hər bir ölkə haqlı olaraq öz vətəndaşlarını və maraqlarını qorumaq istəyir. Və buna görə də ən effektiv yol beynəlxalq əməkdaşlıqla yanaşı, eyni zamanda həm də milli strategiyaların uzlaşdırılmasıdır. Yəni ortaq oyun qaydaları razılaşdırılmalıdır. Lakin hər dövlət də yəni özünün belə deyək, yəni rəqəmsal inkişaf planını da yerinə yetirməlidir. Qeyd olunan mövzular böyük potensiala malik olmaq ilə bərabər, yəni bunları reallıqda tətbiq edərkən bir sıra çətinliklər və risklər də ortaya çıxa bilir. Və eyni zamanda əgər düzgün yanaşma tətbiq olunarsa, bunlar həm də böyük imkanlar da əldə etməyə səbəb ola bilər. İndi bunların bəzi nüansları haqqında danışaq. İlk növbədə yəni bunların yaratdığı çətinliklər və risklər hansılardır? Məsələn, ilk növbədə biz parçalanmış internet riski haqqında, internet riskini qeyd etməliyik. Yəni hər bir dövlət öz qaydasını tətbiq eləməyə çalışdıqca internet qlobal bir şəbəkə olmaqdan çıxıb artıq hissələrə bölünəcəkdir. Məsələn, buna bəzən belə deyək, splinternet deyilir. Yəni bu belə deyək, yəni internet informasiyasının bölünməsi. Bu da informasiya mübadiləsini və qlobal internet mühitini çətinləşdirəcəkdir. Digər tərəfdən beynəlxalq anlaşılmazlıqlar riski də mövcuddur. Yəni fərqli yurisdiksiyaların toqquşması hüquqi mübahisələrə yol açacaqdır. Məsələn, bir ölkədə qanuni olan rəqəmsal xidmət başqa bir ölkədə qanunsuz sayılırsa, belə olduqda şirkətlərlə istifadəçilər arasında bir qədər anlaşmazlıqlar meydana gələcəkdir. Yəni bu cür vəziyyətlərin həlli üçün beynəlxalq razılaşmaların əldə olunması o qədər də asan olmur. Həmçinin belə deyək, təhlükəsizlik və azadlıq dilemması vardır. Belə ki, kiber suverenlik adı altında bəzi hökumətlər interneti çox sərt nəzarətə götürürlər ki, bu da ifadə azadlığına zərər vurur. Digər tərəfdən də tam sərbəst internetdə kiber hücumlar və dezinformasiya riskləri yaradır. Yəni təhlükəsizlik ilə şəxsi azadlıqlar arasında müəyyən bir balans qorunmalıdır. Yəni bu balansı tapmaq çətindir. Texnoloji geri qalma riski də vardır. Yəni əgər ölkə yalnız öz daxilindəki texnologiyaya güvənib qapalı qalırsa, belə olduğu təqdirdə qlobal innovasiyalardan geri qalacaqdır. Bəzi kiçik ölkələrin resursları məhduddur və tam texnomilliyyətçilik onlara baha başa gələ bilər. Əksinə, tam açıq olub, heç bir milli strategiya aparmayan ölkələr də risk altındadır. Yəni onlar da sırf belədir, istehlakçıya çevrilib öz bacarıqlarını inkişaf etdirmək imkanlarına malik olmayacaqdılar.
Və süni intellektin nəzarətdən çıxma riski də vardır. Xüsusilə qlobal miqyasda yarış olanda bəzən etika və təhlükəsizlik ikinci plana düşür. Bəzi mütəxəssislər xəbərdarlıq eləyirlər ki, əgər ölkələr və şirkətlər süni intellekti tez kommersiyalaşdırmaq naminə, yəni tələsik hərəkət etsələr, ortaq standartlar olmadan belə deyək, zərərli nəticələr də ola bilər. Məsələn, qərəzli alqoritmlər, şəxsi məlumatlardan sui-istifadə və s. kimi risklərin olması ehtimalı da vardır. Bu risklər ilə yanaşı həm də imkanlar və üstünlüklər də mövcuddur. İlk növbədə bu iqtisadi diversifikasiya və innovasiya imkanları yaradır. Çünki texnologiyaya yatırım edən ölkələr yeni sənaye sahələri yaradırlar. İqtisadiyyatlarını şaxalandıra bilirlər. Süni intellekt və yəni rəqəmsal texnologiyalar sayəsində startaplar beynəlxalq bazarlara çıxırlar, ölkəyə əlavə valyuta gətirə bilirlər. Məsələn, Azərbaycan kimi neft ölkələri üçün bu, yəni xüsusilə vacib bir imkandır. Dövlət xidmətlərində belə deyək də, yəni inqilab mövcud olur. Çünki rəqəmsal suverenlik əgər təmin olunarsa, bu elektron hökumət sistemlərinin qurulması və burada süni intellekt vasitəsilə dövlət xidmətlərinin optimallaşdırılması mümkündür. Məsələn, bu deyək ki, həm vətəndaş məmnuniyyətini artıracaqdır, o cümlədən həm də şəffaflığı yüksəldəcəkdir. Azərbaycanda artıq asan xidmət kimi innovativ hallar mövcuddur. Əgər süni intellektdə bu xidmətlərə inteqrasiya olunarsa, bu da kifayət qədər irəliləyişə səbəb olacaqdır. Milli təhlükəsizliyin qorunması, gücləndirilməsi məsələsi də imkan kimi belə deyək, qəbul olunmalıdır. Bu yerli kiber təhlükəsizlik imkanlarının inkişafı, məsələn, öz antivirus proqramlarımızın olması, öz kiber müdafiə sistemlərimizin olması bu ölkəni xarici təhdidlərdən daha yaxşı qorumağa imkan verəcəkdir. Süni intellekt də burada yardımcı ola bilər. Bu kiber hücumları öncədən aşkarlayan süni intellekt sistemləri qurmaq mümkündür. Və beynəlxalq nüfuz, o cümlədən əməkdaşlığa müsbət təsir göstərir. Çünki rəqəmsal sahədə uğur qazanan ölkə həm də özünün beynəlxalq nüfuzunu da artırmış olur. Azərbaycan öz təcrübəsini deyək ki, bölüşüb regional rəqəmsal təşəbbüslərdə liderlik edə bilər, beynəlxalq konsorsiumlarda yer ala bilər. Bu həm bilik transferini təmin edəcəkdir, eyni zamanda həm də ölkənin tanınmasına xidmət edir. Və insan kapitalının inkişafı mühüm imkanlardan biri kimi hesab olunur. Çünki yəni rəqəmsal sahədəki bu irəliləyişlər gənclərin yeni bilik və bacarıqlarla belə deyək, təmin olunması üçün vacibdir. Məsələn, proqramlaşdırmadır, maşın öyrənməsidir, data analizi kimi sahələrdə gənc kadrlar yetişirlər və onlar yüksək maaş alırlar. Yüksək maaşlı işlərlə təmin oluna bilirlər. Yəni düzgün strategiya gənclər üçün də yeni fürsətlər yaradacaqdır. Göründüyü kimi risklər böyük olsa da imkanlar da yəni bir o qədər çoxdur. Əsas məsələ strateji düşünmə və balanslı addımlar atmaqdır ki, risklər minimuma endirilsin və bunun qarşılığında da qazanclar belə deyək də maksimumlaşdırılsın. Qeyd olunanları əgər yekunlaşdırsaq, yəni yurisdiksiya, texnomilliyyətçilik, kibersuverenlik və süni intellekt anlayışları ayrı-ayrılıqda əgər bunlar belə deyək, yəni mürəkkəb anlayışlar kimi görünsə də, hamısı eyni mənzərənin parçalarıdır. Yəni rəqəmsal dövrün reallıqları bizi məcbur edir ki, həm qlobal dünyanın bir parçası olaq, eyni zamanda həm də milli kimliyimizi və maraqlarımızı qoruya bilək. Və bu da asan məsələ deyil. Yəni asan məsələ deyil, amma həyata keçirilməsi də mümkündür. Əsas məsələ odur ki,
cəmiyyət olaraq bu mövzularda məlumatlı olaq. Texnologiya yalnız mütəxəssislərin işi deyil. Artıq hər bir vətəndaş rəqəmsal savadlı olmalıdır. Yəni qanunvericilər bu sahəni anlamalıdır. İş adamları rəqəmsal riskləri və fürsətləri dərk etməlidir və bu istiqamətdə öz fəaliyyətlərini təşkil etməlidir. Gənc nəsil üçün isə ayrıca səslənmək istəyirəm. Belə deyək, siz yəni texnologiya dövrünün övladlarısınız. Gələcəkdə bu sahədə liderlik edəcək olanlarsınız. Ona görə də həm texniki biliklərə yiyələnməlisiniz, həm də onların sosial, hüquqi tərəflərini öyrənməlisiniz. Məsələn, süni intellekt alqoritmi yaradan bir mühəndis onun cəmiyyətə təsirini də düşünməlidir. Ölkəmiz üçün qarşıdakı illər kritik illər olacaqdır. Süni intellekt strategiyasının uğurla həyata keçirilməsi, rəqəmsal belə də transformasiyanın dərinləşdirilməsi ölkəmizin qlobal arenada mövqeyini gücləndirəcəkdir və bu prosesdə hər birimizin rolu vardır. Yəni istər tələbə olaraq, istər belə deyək də, yəni tədqiqatçı olaraq yeni ideyalar irəli sürmək olar, yeniliklər etmək olar və yaxud da ki, istərsə də deyək ki, adi bir istifadəçi olaraq yəni rəqəmsal mədəniyyət formalaşdırmaq mümkündür. Əsas məsələ odur ki, yəni unutmamalıyıq ki, texnologiyanın gələcəyi yalnız proqram kodlarında deyil, eyni zamanda həm də bizim qərarlarımızda, dəyərlərimizdə və seçimlərimizdə formalaşır. Qısacası rəqəmsal belə deyək, dünyaya biganə qalmamaq lazımdır. Oxumaq lazımdır, öyrənmək lazımdır, o cümlədən sorğulamaq lazımdır. Yəni bu sahədə baş verənləri izləmək lazımdır. Yeni qanunlar, yeni texnoloji trendlər, beynəlxalq müzakirələr, bunları davamlı olaraq izləmək lazımdır. Yəni mümkün olduğu qədər bu mövzularla əlaqədar müzakirələrə qoşulun, səsinizi çatdırın. Yəni gələcəyin interneti, belə deyək, gələcəyin süni intellekti sizin kimi gənclərin ideyalarından və qərarları əsasında formalaşacaqdır. Dinlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, bu video faydalı olacaqdır və sizi düşünməyə sövq edəcəkdir. Qarşımızda duran rəqəmsal çağda hamımıza uğurlar arzu edirəm və gəlin bu çağın aktiv, məsuliyyətli və məlumatlı iştirakçıları olaq. Sağ olun.